Hansı dəqiqə başa düşdü ki, bu günah eləyir, o dəqiqə, o saatda əgər bu günahı tövbə eləsə, onunla da qutardı. Da indi neynəsin? Da büyündən belə baxmasın. İndən sonra baxmasın. Eləməsin bu işləri, bu haramları. Amma əgər birinin malın yeyir, amma əgər qonşunun töyğün gətirib məsələn, əgər məsələn qonşu bağdan bir dənə qoyun gətirib, kəsib də yeyib də, indi neynəsin? İstir tövbə eləyən. Buyurur, bunun tövbəsi odur ki, üzün qoya torpağa deyə ilahi məni bağışla. Yoxdur, mən bağışladım. Qonşunun qoyunu yeyibsən axı. Mən bağışladım. Və o nə olsun? Buyurur, onda gərək aparasan, onun qapısını dövəsən, deyəsən, mən sənin qoyunun itmişdi ya, axtarırdım. Məndən də soruşdun, dedim, mən belə bir şey görməmişəm. Onda elə mən onu həyatda kabab elirdim. O kabab ki, iyi gəlirdi, o elə sənin öz qoyunun kababı idi. İndi neynirsən məni? O da day neynəyəcək? Axırı budur ki, bir qoyun verəcəksən. Birinə dedilər ki, sən ki bu qoyunu oğurladın, yedin, qiyamətin günündə eşitmişəm, mollalar deyir ki, qoyun özü gəlib şəhadət verəcək. Şahid olacaq ki, bax bu məni oğurladı. Dedi, gəlib elə şahid gecəndə tutaram verirəm özünə. Buyurur, əgər biri-birinin haram malın yediyi, haram malın tövbəsi yoxdur ki, apar onu qaytara verə özünə. Uşaqlıqda, böyüklükdə, nadanlıqda, cahillikdə, əgər birinin malın yeyibsən, torpağın qəsb eləyibsən, mülkün qəsb eləyibsən, buyurur, onun tövbəsi yoxdur ki, Allaha tövbə eləyəndən sonra aparasan, onu verəsən özünə. Ya da deyəsən, bax qardaş, mən sənin o vaxt bir qoyunu aldım, kəsdim, yedim. İndi də o qoyunu da mən yemişəm. İstəyirsən sənə qoyun gətirin, istəyirsən mən onun pulun verin, istəyirsən elə belə hörmətə halal elə. O öz işidir onun. O eləyə bilər deyə ki, sən ki belə gözəl oğlan olubsan, halal haram bilənsən, elə mən də onu sənə bağışladım. Eləyə bilər belə deyə, eləyə bilər deyə, yox, mən elə 3 gün iş yata bilmədim gecə. Heç olmasa qoyunumu gətir, bir qoyun al gətir ver mənə. O onun öz haqqıdır, o onun işidir. Necə istəsə o cür eləyə bilər. Əgər bəli, əgər yiyəsin tapa bilmirsən, sən bir qoyun küçədən tutubsan, aparıbsan, yiyibsən, amma bilmirsən kiminkidir. Üstündən də bir müddət keçib, qonşulardan da soruşmaqdan da keçib, soruşubsan da bilməyibsən, buyurur, onda sən eləyə bilərsən, o qoyunun pulun, indiki pulun, indiki mümkündür, o vaxt 100 manatıdır, indi olub 500 manat. İndiki pulun sən onun yiyəsinin adından ehsan eləyəsən. Özbaşıva da eləyə bilərsən, müştehidündən də soruşub, ya müştehidüyə də verə bilərsən. Özbaşıva da eləyə bilərsən bunu, ki sən rəddiməzləmə deyərlər adına, sən onu verərsən gedər. Buyurur ki, bax, beləncidir bunun